Bu ilin yanvar ayı ilə müqayisədə ötən ay marketlərdə satılan limon 29% bahalaşıb. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar ayında limonun 1 kiloqramının orta qiyməti marketlərdə 3 manat 9 qəpik olduğu halda, ötən ay 3 manat 98 qəpiyə kimi yüksəlib. Qeyd edək ki, bahalaşma həm yerli, həm də idxal olunan limonun qiymətində müşahidə olunub. Son 11 ayda yerli limonun 1 kiloqramının orta qiyməti 2,88 manatdan 3,72 manata, idxal limonun 1 kiloqramının orta qiyməti isə 3,36 manatdan 4,17 manata yüksəlib. Məlumat üçün bildirək ki, bu ilin ilk 10 ay ərzində xarici ölkələrdən Azərbaycana 18.912,3 ton limon idxal edilib. İdxal olunan limonun 1 kiloqramının orta gömrük dəyəri 94 sent olub. Bu ilin ilk 10 ayında Azərbaycan limonu bu ölkələrdən idxal edib.